Qurban özü iki mənanı daşıyır. Bir mənası odur ki, sən Allaha göstərirsən ki, ona yaxınlaşmaq sənin üçün nə deməkdir, nə qədər önəmlidir. Allah görməlidir ki, sən ondan ötürü əziyyətə qatlaşa bilərsən və bu söz deyil. Təbii ki, o qurban Allaha lazım deyil. Deyir, onu da ətrafındakı ehtiyacı olan insanlara ver. Bu xeyirxahlıqdır artıq. Xeyirxahlığın ayrı bir missiyası var. Xeyir əməllər etməklə biz o biri dünya ilə qırılmış rabitələrimizi bərpa edirik, daxildən qidalanmağa başlayırıq. Salam əziz dostlar. Bugün verdiğiniz qurban paylarıyla 110 aileyi sevindirdik. Təbii ki, onun bölümünə ərzaq yardım da etdik. Hər şey sizin sayenizdə oldu. Allah hər birinizdən bu gözəl əməli qəbul etsin. Təşəkkür edirəm. Qurban bayramımız mübarək olsun.